Heç vaxt təkəbbürlü adamın əməli yuxarı qalxmır. Əməli pak deyil onun. Həmişə əməli nəyəsə bulaşıb. Əməl bulaşdısa saf deyil, təmiz deyil. Əməli bulaşdırır, çirkləndirir təkəbbür, özündən razılıq. Əməlin qəbulunun qarşısını alır. Təkəbbürlülər hədisdə var, cənnətin iyini belə hiss eləməzlər. Cənnətin qoxusunu belə, cəhənnəmin elə bir yerində olar ki, cənnətin qoxusu belə ora gəlməz. Və insan gərək bu haldan qorxsun, çəkinsin. İnsan üçün təhlükəli bir haldır. Hədisdə var, kim desə əstəğfirullah Rabbi və ətubu iləh, kim desə ki, ilahi üzr istəyirəm, təkəbbürdən azad olur. Təkəbbürün olmamağının əlamətlərindən biri və birincisi istiğfardır, üzrxahlıqdır.